Flora xanım xəstəxanaya yerləşdirilib. Azərbaycan Respublikasının xalq artisti, əzizimiz, gözəlimiz, bizim səmimi Flora xanımımız, xalq artisti Flora Kərimova 4 gündür ki, xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hazırda Flora xanımın səhhəti yaxşıdır. Bir neçə gün bundan əvvəl prezidentin köməkçisi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Əkbərov xəstəxanada Flora xanımı ziyarət etdi. Flora Kərimova Mehriban Əliyevaya minnətdarlığını bildirdi. 2 gündə xəstəxana geciksəydi, vəziyyəti pis ola bilərdi. Flora xanımın ürək və beli ilə bağlı problemləri var. Yəni Flora xanımın ürək və beli ilə bağlı problemləri var. Flora xanımın xəstəxanada nə zaman çıxacağı hələ dəqiq deyil. Həkim açıqlama verir. Təbii ki, xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Flora xanım, Allah sizə şəfa versin. Sizi çox sevirik. Siz bizə lazımsınız.